Salam uşaqlar, bugünkü dərsimiz 17-ci əsrin 1-ci əsrinə Səfəv və Osmanlı müharibələri, yəni Şah Abbasın itirilmiş torpaqları geri qaytarmasıdır. Şah 1-ci Abbasın xarici siyasətinin əsas istiqamətləri 16-cı əsrin sonlarında Səfəv dövlətinin xarici siyasətinin əsas məqsədi dövlətin ərazi bütövlüyünü təmin etmək və bunun üçün də 3 vəzifə dururdu qarşısında. Şeybanları məğlub edərək Xorasan vilayətini geri almaq, Osmanlı işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək və İran körfəzində Portuqaliya ağalına son qoyaraq Hind okeanının çıxışı əldə etmək idi. Və Şah 1-ci Abbas diplomatik əlaqə yaratmaq məqsədi ilə müqəddəs Roma imperiyası İngiltərə, Fransa və İspaniya Rusiya ilə danışıqlara başladı. Səfəv və Osmanlı müharibəsinə baxaq 1603 və 1612-ci il. 1603-cü ildə Səfəv və Osmanlı müharibəsinin yeni mərhələsi başladı və 1603-cü il oktyabrın 21-də Səfəv ordusu hələ sentyabrda üsyan qaldırmış şəhər əhalisinin köməyi ilə Təbriz şəhərini Osmanlıdan azad etdi. Təbrizin azad edilməsi ilə Azərbaycanın bütün cənub vilayətlərinin taleyi həll olundu və 1603-cü ilin payızında Zulfa Naxçıvan döyüşsüz azad edildi. Səfəv ordusunun yardım göstərdiyi və Osmanlılara qarşı üsyan qaldırdığı üçün Şah Abbas Ordubad şəhərini bütün dövlət vergisindən azad etdi. Şah 1-ci Abbas 1603-cü il noyabrında Çuxursədi mühasirəyə aldı və 1604-cü avqustunda azad edib Səfəv hakimiyyətini bərpa etdi. Şah əsir alınan Osmanlı əsrini azad edərək Qarsa getməsinə icazə verdi. Səfəv ordusu Qarsa qədər əraziləri tutdu. 1605-ci il Naxçıvan Təbriz yaxınlığında Sufyan döyüşündə Səfəv ordusu Turan takkasından istifadə edərək Osmanlı qoşunu üzərində qələbə qazandı və bu döyüşdə müharibənin sonrakı gedişinin həlledici təsir göstərdi. 1605 və 1607-ci illərdə Qarabağ, Gəncə, Şirvan, yəni Şirvan deyəndə Şamaxı, Bakıda nəzərdə tutulur, Dərbənd, ardından Tiflis və Loru qalları azad olundu. Şərqi Gürcüstan və Dağıstan yenidən Səfəv dövlətinə tabe edildi. 1603 və 12-ci il Səfəv müharibəsinin ilk mərhələsinin bəzi hadisələri var. Bunlara baxaq. 1603 və 12-ci il Səfəv müharibəsinin ilk 4 ilində, yəni 1603 və 1607-ci hərbi əməliyyatlar nəticəsində Səfəvlər qələbə qazandı. Bütün Azərbaycan torpaqları Osmanlıdan geri alındı. 100 minlik Osmanlı ordusunun yürüyüşü xəbərini alan Şah 1-ci Abbas Təhmasibin dövründən başlayaraq Osmanlılara qarşı həyata keçirilən yandırılmış torpaq taktikasından istifadə etdi. Burada bir qeyd var, deyir, Loru Azərbaycanda yaşayış məskənidir və 14-cü əsrdə dağıdılmışdır. Şah 1-ci Abbasın yandırılmış torpaq taktikası Osmanlı keçə biləcəyi bütün şəhər və kəndlərə əhalisinin başqa yerə köçürülməsi və onların istifadə edə biləcəyi hər şeyi məhv etməsi nəzərdə tutulurdu. Arazın sol sahilində yaşayan İrəvan, Naxçıvan, Zulfa əhalisi İsfahana, Mazandarana və İranın başqa vilayətlərinə köçürüldü. Böyük sürgün siyasətinin həyata keçirilməsinin iki əsas səbəbi var idi. Hərbi strateji, yəni Osmanlıların ölkənin daxilinə irəliləməsinin qarşısını almaq, iqtisadi Asiyadan və Avropaya gedən İpək yolunun öz arasına keçirmək və Qızılbaş ipəyini Avropaya daşımaq məqsədi güdürdü. Nəticədə yandırılmış torpaq taktikası sayəsində Osmanlı qoşunu bir neçə dəfə Azərbaycana daxil olsa da uğur qazana bilmədi və geri çəkilməyə məcbur oldu. 1612-ci ildə 2-ci İstanbul sülhü, yəni Sərab sülhü bağlandı. Osmanlı dövləti 1590-cı il İstanbul şərtlərini pozmağa çalışması sülh danışıqlarını uzatdı. Nəhayət tərəflər arasında 1612-ci il oktyabrın 17-sində 2-ci İstanbul sülhü, yəni Sərab sülhü bağlandı. Sülhün şərtləri bunlar idi. 1555-ci ildə Amasya sülhünün şərtləri təsdiq edildi. Osmanlı dövləti Azərbaycanın və Şərqi Gürcüstanın Səfəvləri məxsus olmasını tanıdı. Osmanlı sultanı Amasya sülhünün əsasından müəyyən edilmiş sərhədləri bərpa şərtini qəbul etdi və Səfəvilər Rusların tikdirdiyi Terekkanın dağılmasına barədə sultanın fərmanına qarşı çıxmamalı idi. Daha sonra başqa bir mərhələsinə baxan müharibənin 1616 və 1618-ci ildə Səfəv və Osmanlı müharibəsi Mərənd sülhündən sona yetəcək. 1612-ci ildə bağlanmış sülh möhkəm deyildi və uzun çəkmədi. 4 il sonra, yəni 1616-cı ildə Osmanlı sultanı 1-ci Əhməd Şah 1-ci Abbasın sərhəd bölgələri yürüyüşünün narazı qalaraq 1616-cı ildə Səfəvlərə qarşı müharibə başladı və hərbi əməliyyatlar davam etdi. Sərhəd bölgəsində gərginliyinə görə Osmanlı hücum edən İrəvana hücum edən Osmanlı ordusu Səfəv qoşunu mühasirə alaraq oradan geri çəkməyə məcbur etdi. 1618-ci ildə Osmanlılar Təbriz və Ərdəbilə qədər irəlilədilər. Sərab vilayətində baş verən Sınıq Körpü adlı yerdə həlledici döyüş baş verdi. Osmanlı qoşunu Krım xanları məğlub olaraq geri çəkildi və sentyabr ayında Şah 1-ci Abbas taxta çıxmış Osmanlı sultanı 2-ci Osmanlı sərkərdəsi ilə Mərənd sülhü bağladı. Sülhün şərtləri bunlar idi, Mərənd sülhünün. 1612-ci ildə 2-ci İstanbul, yəni Sərab sülhünün müəyyən edilmiş sərhədləri bərpa edildi. Mərənd sülhü, 2-ci İstanbul sülhü, yəni Sərab sülhünün şərtləri, hər iki sülh 1555-ci Amasya sülhünün şərtlərini təsdiq edildi. Şah Abbas bu sülh vasitəsilə Azərbaycan torpaqlarını və digər
Səfəv ərazisinin azad edilməsində Osmanlı tərəfindən tanınmasına nail oldu. Şah 1-ci Abbas Mərən sülhü 1622-ci ilə qədər sadiq qalmış və Osmanlı Sultanı II Osmanlı dostluq münasibətini qoruyub saxlamışdı. İndi Hörmüzün azad edilməsinə baxaq. 16-cı əsrin əvvəllərində Şah 1-ci İsmail dövründə Səfəv ordusu Osmanlı müharibəçisindən istifadə edən Portuqaliyalılar İran körfəzinin əsas limanı olan Hörmüzü işğal etmişdi. Şah 1-ci Abbas Hörmüzü azad etmək üçün İngiltərə ilə 16-cı əsrin sonunda bir dövlətdə birləşmiş və İspaniya və Portuqaliya arasında siyasi iqtisadi rəqabətdən istifadə etmiş və 1621-ci ildə Səfəvlərlə əbədi dostluq Səfəvlər İngiltərə ilə əbədi dostluq müqaviləsi bağlamışdı. 1622-ci ildə Səfəvlər İngilis donanmasının köməyi ilə Hörmüzü azad etdi. Bu uğur nəticəsində Portuqaliya ağalığına son qoyuldu, İran körfəzinə Səfəv nüfuzu bərpa edildi və Hind okeanına çıxış yolu təmin edildi. 1622 və 1639-da Səfəv və Osmanlı müharibəsi Qəsr-Şirin sülhünə baxaq. 1622-ci ildə Şah 1-ci Abbas aşağı hissələrdən istifadə edərək Səfəv Osmanlı sülhünü pozaraq Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Osmanlı sarayında baş verən daxili çəkişmələr, Osmanlı Sultanı II Osmanın öldürülməsi və Bağdada idarə edən Osmanlı hakiminin Səfəvlərə müraciət etməsi. 1622 və 23-cü ildə Şah 1-ci Abbas Bağdad, Mosul, Kərbala, Nəcəf, Kərkük şəhərləri daxil olmaqla İraqı yenidən Səfəv dövlətinə tabe etdi. Şah 1-ci Abbas vəfat edəndən sonra yəni 1629-cu ildə bütün Azərbaycan, Şərqi Gürcüstan, Bağdad da daxil olmaqla Ərəb-İraq Səfəv hakimiyyəti altında birləşdirildi. Lakin yerinə keçən və yerinə gələn Şah Səfi onun uğurlarını qoruyub saxlaya bilmədi. Və 29-39-cu il müharibələrinə baxaq. 1629-cu ildə Osmanlı Sultanı 4-cü Muradın qoşunları Səfəv torpaqlarına hücum etdi. Müharibə tərəflərindən heç biri qəti üstünlük qazana bilmədi və 1638-ci ildə Osmanlı qoşunları Bağdadı ələ keçirdilər. 1639-cu mayın 17-sində Qəsr-Şirində Səfəv və Osmanlı müharibəsi başa çatdı və müqavilə bağlandı. Qəsr-Şirin, yəni indiki Kürdistan əyalətində yerləşən şəhərdir. 1639-cu ildə Qəsr-Şirin sülhünün şərtləri isə bunlar idi. Amasya sülhünün şərtləri bərpa edildi. Bağdad da daxil olmaq Ərəb-İraqı Osmanlı dövlətində qaldı. İrəvan Səfəvlərə qaytarıldı və nəzərə salınıb ki, 1635-ci ildə İrəvan Osmanlılar tərəfindən tutulmuşdu. Osmanlılar Səfəvlərdən Man, Qars, Axalsıq qalların hücum etməkçilərinə dair təminat aldılar. Amasya sülhünün şərtinin təsdiq edilməsi 1612, yəni Sərab sülhü, 1618 Mərənd və 1639 Qəsr-Şirin sülhü ilə təsdiq olunmuşdu. Qəsr-Şirin sülhü müqaviləsi imzalanması ilə 100 ildən artıq davam edən Səfəv-Osmanlı müharibəsi başa çatdı. Tərəflər arasında 18-ci əsrin əvvəllərinə qədər sabitçilik hökm sürdü. Azərbaycanda sülh yarandı və təsərrüfat həyatı yüksəlməyə başladı. Səfəv-Osmanlı müharibəsi nəticəsində hər iki dövlət xeyli zəifləmişdi. Yaxın və orta şərq nüfuzunu artıran Avropa dövlətləri şərqdə müstəmləkə siyasətinin həyata keçirilməsinə şərait yaratmışdı. İndi müharibələrin xronologiyasına baxaq. 1514-1555 birinci mərhələ, 1578-1592-ci mərhələ, 1603-1612 üçüncü mərhələ, 1616 və 1618 dördüncü mərhələ, 1622-1639 5-ci mərhələ və 1730 və 1735 isə 6-cı mərhələ sayılacaq. İndi xəritəyə nəzər salaq. Burada diqqət eləyək. Şah 1-ci Abbasın Osmanlılardan aldığı ərazilər və diqqətlə baxaq. Bu əraziləri geri qaytarır Osmanlılardan. Daha sonra biz 1622 və 39-cu ildəki müharibədə görəcəyik ki, artıq bu əraziləri də Səfəv dövlətinə birləşdirir. Lakin Qəsr-Şirin sülhü ilə geri qaytarılacaq bu ərazilər. Daha sonra Portuqaliyadan 1621-ci il bağlanan müqavilənin əsasında, yəni ingilislərin əbədi dostluq müqaviləsi əsasında 1623-də geri qaytarır Hörmüz ərazisini və ərazini bərpa edir, Səfəvin əvvəlki ərazilərini. Bir də Xorasanı Şeybanilərdən alır. Bu da 1599-cu ildə baş verəcək və bunun vasitəsilə Səfəvin əvvəlki qüdrətini və əvvəlki böyük ərazisini bərpa etmiş olur. Ümidvaram dərs sizin üçün faydalıdır. Oldu, çox sağ olun.